Dostlarımıza salamlar. Mən Qalbim Səbitdə Qarabağın yeni bir sərisiyle qarşınızdayım. Bildiğiniz kimi geçen bölümdə Avroligaya haqq qazandıq və son 2 maç qala 25-ci gördüyünüz kimi və rəqibimiz də adı nə idi yadımdan çıxdı. Bunlardı. Yəni çalışacaq kadronu göstərim sizlərə. Juninho hələ də forvetdədir. Sonra burada kimlər var? Emanuel Atay var. Leandro desəm bu. Belə dostlar, siz başlayaq yavaşdan. Bizə qalibiyyət lazımdır çox rahat. Juninho qol atdı 2 dənə və qəşəng qalibiyyətimizi götürdük. 20-ci yerdəyik 9 xanla. İlk 24-dən aşağıda qalsaq yaxşıdır. Şiradakı maçımız bərabərə bitdi. Olsun, lig bizim üçün belə vacibdir bildiyiniz kimi. Sonraki maç Juninho vurdu 67. dəqiqədə gol. Kəpəzə qarşı. Dostlar, 30 bölümə like gəlməyib. Biraz like'ları yüksək saxlasaq yaxşıdır. Juninho bizi 3 xalı qazandırır. Və Braga. Gəldi çatdıq. Səfər oynadı Braga'da. Braga neçənci yerdədir? Onlar da ilk 17-dədir. Yəni böyük ihtimal onlar çıxarlar ilk 17-dən unutsa. Və keçək dostlar. Bizə qalibiyyət lazımdır. Hadi uşaqlar, bərabərlik də olar bizə. Aha. İlk 21 son anda. Son anda ilk 21. Türk Ligasına kim qatıb mərak edəndən dostlar, Beşiktaş var 24-cü. Trabzon 17-ci. Sonra Fenerbahçe'də 5-cidir. Və biz qaldıq. Demək olar ki 24-dən aşağıda playofflara. Dostlar, burada oyunu yenilədim. Sağlıqsa da artsın deyə. Və keçəliyə. Neftçiyə qarşı dərbi və bərabərə bitdi. Zirəyə qarşı. Zirədən də bir qalibiyyət alar. Juninho da qol vurdu. Rəqibimiz kimdir? Görürsən playofflarına baxaq belə. Maç bitsin. Oyda, rəqibə bax. Oyda, çox pis oldu bu. Pisin pis oldu abi. Bizə Korfinans lazımdır bu sərinin bitməsi üçün. Qələ Korfinans düşüb qaçamaq. Fərqi yoxdur, yalnız əsas kubuk olsun Avropadan zaten. Bildiyiniz kimi dostlar, qazanan kimi bitəcək səri. Kubukumuzu irəliyirik. Beşiktaş Belfing'e uduzub. Trabzon Rangers'dən bərabərə bitib. Və sırada bizim maçımız. Uşaqlar, sizdən qələbə gözləyirəm. Birinci oyun Səfər oynadı. İkinci oyun Tof Bəhrəmov stadionunda keçiləcək. 3-0. Heyif. Bəlkə ələndik ya da bir mültüz oldu bəlkə. Tof Bəhrəmovda stadionda. Sabaha qarşı. Qırmızı niyə görsünüz? Bilirsiniz bizim maçımız var. Ev oyunu dostlar. Burada nəsə oldu? Juninho. Yox, olsun, qalibiyyət də yaxşıydı. Demək olar ki belə bitdi. Lig oyunlarında dostlar bir üçün sizə göstərim. Saxlayacağım ekran kaydın. Avrokubukları göstərəcəm də. Kırmızı kartları əl çəkmirəm kəs kimi. Sıradakı maç. Nə baxaq. Juninho qəşəng. Kubuk için Azərbaycan çempionu böyük ihtimal oldu. Bəli. Yine Şampiyonlar Ligi'ne qatılacaq dostlar. Şampiyonlar Ligi'ndən devam edəcəyik. Dostlar, ligdə şampiyon olduq. Bir də Azərbaycan kubukunu alaq, sizə göstərəcəm. Dostlar, Azərbaycan kubukunda Zirə ilə qarşı-qarşıya gəldik. Və 2-0 utduq və Azərbaycan kubukunda aldırdıq ölkəmizin. Və burada da deyəsən sezon bitdi. Manchester aldı. Real Madrid kazandı kubuka. Şampiyonlar. Sezon bitti. Görək kimler alıb baxaq. Real Madrid alıb ya ikisi də.
Çox oyun istəyir, amma getməyəcəm. Çox komandalar istəyir. Və bunları çıxış deyək. Takım belə dostlar. Sataq geçsin bunu. Futbolu buraxacaq sezon sonu. Sabaha. Bir də bu uşaqlarda sataqlar gəlişməyəcək olsa. Qalırlar elə. Все. Bəli. Və də dostlar, indi keçiş edək transferlərə. Nə alaq 2 milyona? Oy da nə pis oldu. Cıbiyemiz zəifdir. Cıbiyə götürək buradan bir dənə. 2 milyona çətin ola. Yoxdur, 2 milyona çətindir. Burada var, 2 milyona çıxar burada. Bu harda oynayır? Trabzonda lazımdır elə. Çox qoza lazımdır. Bu yaxşıdır, Neftçidə oynayır özü. Gələr görəsən. Yox, gəlmir. Onda bunu götürək dostlar. Bu futbolu buraxmayacaq. Elə 2 verib, başqa nə verəcək pulumuz yoxdur. Və belə. Oyuncunu əkləyək ilk 11-ə. Və keçirik sümülərə. Sümü siyasətdə ona. Juninho. Və görək hansı oyuncu. Juninho istə gəldi yenə. Satanmaram, tək forvetmiş Zobcim. O ehtiyacımız olacaq. Real aldı yenə kubok. Və Şampiyonlar Ligi. Dostlar. 2-1. Hadi. Düz 6-1 keçdik. Bu haran komandasıdır belə. Və sıradakı rəqibimiz. Hadi uşaqlar. 5-0 geçək. Altı bir. Ligimizde başladı. O İsrail komandası. Dostlar açıq deyim, bunlar bizə müharibədə kömək eləmişdi. Amma sonra bir xəbərdə gördüm ki, bunlar meçid yıxıblar. O görə bunların ən çox uğurlu oyuncularını alacağım. 78'i Slovakiyalı. O görə də buradan pul götürməyi dostlar məcburiyyətində qalacağım. Görək onun qiyməti nə qədərdir. Onu nə qədər cıbığı var ya. O burada tapa var. Dostlar tapım gəlirəm. Sonra oyuncuları budur. Belə baxıram bu gəlişir. O görə bir dənə 10 milyon götürəcəm. Dostlar bu arada hilədir yəni. Belə oyun hilədir, yoxsa belə hilə sayılmır. Çünki bildiyiniz kimi bunlar yəni bir dedim videoda çox şey eləmək istəmirəm. Götürdük bunu, indi bunu sataq. Bizə bunların oyuncusu lazımdır. Amerikanla biri olub dostlar, eləmişdilər onu. Və indi sırada görək nə transfer eləyə bilək. Bir dənə 72 üstəmı tapaq dostlar. Dostlar burada zağılçılıq olmur, oyun pozulmur yəni. Hələ də yəni hər şey qaydasındadır. 17 milyona. Paris Saint-Germain'de oynayır. Götürdük. Hoş geldin yeni komandaya. Şöyle koyaq. Bura. Bunu sataq dostlar, qocalıq olsa. Hano. İşte sabah elə getdi. 2 milyona bir də görək dostlar, cıbıya götürə bilirik. 72 üstü. Yox, götürəmirəm. Hər neyse dostlar, başlayaq sümlərə. Deyəmirəm, nədir, sümlər istəyirlər dedi. Hadi uşaqlar. 2-1. Dostlar, bu da video çox uzanmasın, çox sıxılsız. Yoruma da yazar bir-iki nəfər. Səfər maçı. Cavab oyununda. Elə heç nə dəyişmədi, utduq.
Şampiyonlar Ligi'nden elensəydi olsa düşəcək elə birbaşa UEFA'ya. Yəni oyun zad oynamayacaq. 2-0. Sungayt'a karşı tezden 1-0. Galatasaray da var Şampiyonlar Ligi'nde. Ben sen yürüyün dikimi koyun. Orada oynadım. Ay Sibil. 62'li oynuyor. Oynasın. Bunlara baxaq. Belə. Birinci ev oyunudur. Və 1-0. Səfərdə bəlkə əldə eləyə bildik. Şampiyonlar Liginə çıxa bildik. 1-0. Yine bu görüp kırmızı kart. Bunu da koyduk ve hadi uşaqlar güvənəm sizə. Juninho gol vur. Gol lazımdı bizə. Oynaya bilmir stoper. Yok o burada penaltiləri ayarlayayım ben. Heh, bu yetirsin. Kaptanlığı da все. Hadi uşaqlar. Heyif getdi oyun. Emanuel Tayver'ın ama heyif Juninho isti bence. UEFA'ya düştük dostlar. Geri UEFA'dan avara biləcək. Bərabərə bitdi sabahla. Bizə ən çətin rəqibi vermişlər demək olar ki. Juninho da fərqlənmədi. Həmin oyunda heyif. Bu səfər də UEFA'ya düşdük. Görək kubuku götürə biləcək. Yoxsa yox. 2-1. Sabah ilə qarşı 1-0. Və UEFA rəqiblərimiz. Crystal Palace, Sankois, Olympia Lyon, Ajax, neydi onun adı? Bodø/Glimt. Opsilərin adını bilmədim dostlar. Və başladı UEFA. Girək kimlər var? Türk takımlarından Trabzon var. Beşiktaş var. İki komanda var. İlk oyunumuz səfərdədir. Sonra Yankoyz'da evdə oynayacağıq. Hadi uşaqlar, hadi uşaqlar. Qalibiyyət üçün, hadi uşaqlar. Bərabərlik dolar. Bərabərə geçək. Crystal Palace bizdən yüksək takım idi. 27'də də tamamladıq mövqedə. Siriyə qarşı görək nə olacaq. Uduzurduq az qalsın. Azərbaycan kubuku, ölkəmizin kubuku. Köpüz uduzduq abi. Oyda. Qayıdıb ki zədədən. Cavab oyununda udarıq. Hadi uşaqlar. Geçək. Soyan Koyza qarşı çətin rəqibdir. Heyətləri də bu cürdür. Amma bizdən yeni yıldızdadılar. Uda da bilərik. Və utduq elə də dostlar. Utduq elə də. İlk 15'e girdik. Geçək uşaqlar. Geçək, geçək. Sungayt'a qarşı 3-1 geçək. Və Olympia Lyon maçı. Ev oyununda bu da. Ev oyununda hələ ki uduzmamışıq. Ayda Emanuel Atak gol vurdu. Juninho vur da sən də gol. 20-liyəcən yerilədi. Araz Naxçıvana qarşı Juninho bizə belə gol vurmaya. Avropa kubuklarda vurur gol. Dostlar Juninho istəkləri var, çoxdur. Görün Juninho'nun bu qiymətli oyuncağı biliyor stoper. Sonra götürə biliyor, görə Juninho satacağım. Çox qocalmışdı bir də. Satdıq Juninho. Götürək gedək CF'ni. Skoçyalı görmüşdüm burada. Onu götürəcəm.
satarlar görəsən bunlar. 1 milyon fazladan verirəm. Ayda heyf. Biz ya Avstriyalını götürmək məcburiyyətindəyəm. 6.2'ye geldi. 2 gəlişli stoperimiz. Juninho düzüyordu öldü dostlar. Juninho'ya da komandasında uğurlar dileyək. Və başladık sabaha karşı. 1-0. Dostlar siz videomu burada bitirək çünkü çok uzadı. Gelen videolarda görüşmək üzere dostlar, sağ olun, salamat kalın.